Ali İmran ayə 12 ta 14. Əuzu billah minəşşeytanirracim. Pənah aparıq Allaha dərgahdan qovulan şeytanın şərlərindən. Qul decinə lilləzinə o kəslər üçün ki kəfəru kafir olublar sətuğləbunə tez olar məğlub olarlar və təhşurunə və həşr olunarlar İla cəhənnəmə, cəhənnəmə sarı, ya çəkilərlə cəhənnəmə sarı və bi'səl mihad və nə pis caygahdır, ya nə pis istirahətgahdır. Qəd bitəhqiq kanə olar ləkum sizin üçün ayətun nişanə-i fi fiətəyni iki quruh təqəta dava elirdi. Fiətun bir quruh tuqatilu dava elirdi fi səbilillah Allah yolunda və uxra və o birisi quruh kafirətun kafirdirlər. Yərəvnəhum görəsən onları misləyhim onun misli ki rəyəl əyn gözlə görürsən. Vəllahu və Allah yüəyyidu təyid elər binəsrihi öz köməkliyi ilə məyyəşau hər kimi istəsə. İnnə bilirsiz ki fizalikə bu dediyimizdə la ibrətun hər ayına nəsihət var li ulil əbsar bəsirət sahiblərinə zuyinə zinətlənib linnasi cəmaət üçün hubbu şəhəvat sövmaq ürəkdən minən nisai xanımların vəlbəninə və ovladların vəlqənatiril müqəntərə və bir yerə yığışan sərvətləri minəz zəhəbi qızıldan vəlfizzə və gümüşdən vəlxəylil müsəvvəməti və atları ki nişanədardır vələn'amu və heyvanat və dördəyaqlilər vəlhərsə və əkinəcaq zalikə bu dediyimiz mətaun geçinəcəkdir həyat-ı dünya dünya həyat üçün vəllahu və Allah indəhu onun yanındadır husnul məab işlərin yaxçısının axirəti sədəqəllahul əliyyul əzim.